Richard Zorge adına parkda təşkil edilən və milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan Milli Xalq Oyunları Festivalında müəllim və şagirdlər, eləcə də tədbirin həyata keçirilməsinə dəstək göstərən Bakı Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyinin məsul şəxsləri, Azərbaycan Rəssamlıq Akademiyası, Yarat Müasir İncəsənət Məkanı, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, İMEK Beynəlxalq Musiqi Tədris Mərkəzi və Azərsun Holdingin nümayəndələri iştirak ediblər. Festivalda qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç çöl, həmçinin bənövşə, göz bağlıcı, qodu-qodu, əl üstə kimi oyunlar, milli rəqs master-klassı və digər idman oyunları keçirilib. Gənc rəssamlar 3 fərqli rəsm güşəsində öz əsərlərini nümayiş etdiriblər. Regional İnkişaf İctimai Birliyinin layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva məktəbdənkənar fəaliyyətlər və inteqrativ təhsil layihəsi barədə ətraflı məlumat verib. Milli Xalq Oyunları Festivalı çərçivəsində biz uşaqlar üçün müxtəlif milli xalq oyunlarından istifadə edərək güşələr yaratmışıq və onların əyləncəsinin təmin olunması üçün də müxtəlif güşələr yaradılıb ki, burada onlar həm rəqs nümunələri ilə tanış olmuş olacaqlar, eyni zamanda müxtəlif idman növləri ilə tanış olacaqlar və əminik ki, festivalın sonunda maraqlı və unudulmaz bir gün keçirmiş olacaqlar. Əlavə edək ki, layihədə aktiv iştirak edən 6 müəllim mükafatlandırılıb. Tədbirə cəlb olunan 120 şagirdə sertifikatlar verilib.